məni həbsə atdılar. 10 gün həbsdə oldum. Orada nə bilim, məni narkoman arvadların içinə atdılar. Mən nə qədər insanın, yəni nə iyrəncliklər gördüm. Polislər gəlirdi, birdən-birə qapını açırdı. Gecə saat 12 idi, çağırırdılar məni yanlarına, deyirdilər ki, Şamı mənə göstərirdilər ki, ha bu sənsən, nə bilim nə, bir dənə soyun baxaq sənə necə görsənirsən, ha bu sən tatundu, hə bu. Nəysə, çox danışmaq, bilsiz necə? Chelsea ilə bir yerdə düşmüşdük həqiqətən türməyə. Eyni otaqdaydıq. O danışa bilir indi başına gələnlər, amma mən hələ də danışacaq gücdə hiss eləmirəm özümü. Belə danışıram, görürəm ki, olur, ürəyim tez-tez döyünür. Mən bunları bu arada heç yaxın dostlarıma belə danışmamışam. Ki, dostlarım, baxın, mən belə-belə eləyiblər orada. İntihar etmək istəməmişsən? Yox, əslində. Bəlkə də istəmişəm. Bilmirəm. Neysə, sonra mən tutulub çıxandan sonra gördüm ki, mən yolda adicə yeriyə bilmirəm. Polis görürəm, başlayır ürəyim əsməyə, nə bilim, nəsə birdən-birə bərk səs gəlir, başlayıram hoppanmağa. Həmin o Chelsea də həmin vaxtlar mənə demişdi ki, mənim bir dənə menecerim var, get onunla danış, o sənə kömək eləyəcək, sənə pul verəcək və ondan sonra telegram açarsan demişdi mənə. Və mən elə başladım telegram açmağa. Daha doğrusu mən elə bir türmədən çıxdım, gün indiyə qədər yadımdadır. Bu ay, mart ayı, bir il olur ki, mən Azərbaycandan çıxmışam. O tərəfə baxıb deyirəm, gözüm qabağına gəlir çünki. Neysəm, yoruldum ya. Necə oldu ki, sən belə oldu? Nəyə deyirsən onu? Əli, çox sağ ol. Belə oldu, nəyi nəzər tutursunuz, misal? Bilmirəm axı mən. Nəysəm, yaxşı, görev verim. 3 dəqiqə içində ekranı 800K eləyin. Görev istədirdim. Eləsəz video göstərəcəm. Sonra mən telegrama başlayanda ancaq öz bədənimin, bildiğin oyundan eləyirdim. Ancaq bədənin videolarını eləyirdim, satırdım. Ancaq bədənimdə, yəni başqa heç nə, ancaq bədənim. Sonra mənim ikinci videom çıxdı, Səyidlə olan. Onlar da necə çıxdı? Mənim Instagramımı bağladılar. Bir dənə oğlan mənə yazdı ki, mən sənə kömək edəcəm və həqiqətən mən ona inandım.